75 yaşlı nənəmə həyati suallar verəcəm, o da cavablayacaq. Nənəcan, hal-hazırda mənim 26 yaşım var. Sən mənim yaşımda bu dövrdə yaşamaq istərdinmi? Əslində deyərəm, yalan deyərəm, amma yox. Niyə? Ona görə ki, indiki devrin nə qızların xoşlamıram. Qızları xoşlayıram ha. İndiki adət-ənənəmizi xoşlamıram. Bizim dövr ayrı idi. Nənə, bəs sizcə indiki dövr daha çətindir, yoxsa sizin yaşadığınız dövr çətin olub? Bizim yaşadığımız dövr əlbəttə ki, indiki dövrdən çox çətin olub. İndi hər şey, məsələn, knopka iləndir. O vaxtı əzab-əziyyət çəkirdin, uşaq böyüdürdün, yemək pişirirdin, paltarı əllə yuyurdun bizim devrimizdə. Əlbəttə ki, o devr çətin idi. Amma ki, heç narazılığımız da yox idi. Nənəcan, bax dedin ki, indiki dövr daha asandır, o vaxt daha çətin idi, amma indiki dövrdə də yaşamaq istəmirdin. Niyə? Sualımıza cavab ver. Ona görə ki, o vaxtı abır var idi, ismət var idi, həya var idi. Məsələn, böyük gələndə, məsələn, mən özümdən götürürəm ki, böyük gələndə çəkilib gizlənirdik, sonra çıxırdıq üzə. İndikilər Allah göstərməsin, ismət gedib, abır, həya gedib. Bu dövrdə heç cürə mən yaşaya bilmərəm. Nənə, bəs bizim yaşımızda olanda hansı xəyallarınız var idi? Hansılarını həyata keçirə bildiniz? Hansılar ürəyinizdə qaldı? Sizin də lap cavan olan vaxtı yaşımda arzum o idi ki, orta məktəbi qutarım, universitetə girim, jurnalistika fakültəsinə girim. Jurnalistlikdən ötürü ürəyim gedirdi. Amma ki, çox təəssüflər olsun ki, biz rayon yerində olurduq. Şəhərdə heç kimimiz yox idi. O arzularım ürəyimdə əbədi qaldı. Amma ki, indi kimlə təmasda oluramsa da heç kim demir ki, sən ali təhsilsizsən. Nənə, sənin çox gözəl həyat yoldaşın olub. Hansı ki, indi hansı qıza desən arzulaya biləcəyin bir həyat yoldaşdır. Bax, indiki qızlarımıza, subay qızlarımıza nə məsləhət görərsən yoldaş seçimində? İndiki qızlarımıza Allah xoşbəxt eləsin hamısın. O məsləhət görərdim ki, oğlanın gözəlliyinə allanmasınlar, varına, dövlətinə allanmasınlar, o bahalı maşınlara allanmasınlar. Vallahi billahi onların hamısı gəldi, gedərdi. Əsas oğlanın elçi gələndə ağlın soruşsunlar. İndiki qızlara kimsə elçi gedəndə, bir maşını var, evi var, nə bilim nəyi var, şirkəti var, oy soruşurlar. Amma soruşmurlar ki, ağlı var, imanı var, əxlaqı var. Bunu soruşmaq lazımdır. O gözəllik ya qızı olsun, ya oğlanda olsun, evləndilərmi, ya sevdilər bir-birinə, evləndilər, uzaqbaşı bir il sürər. Amma qarşılıqlı hörmət heç vaxt aradan götürülməz. Həmişə bir-birlərinə məhəbbəti daha da çox olar. Mən qızlara oy arzulayıram ki, ya oğlanlara da ha, qızza, oğlanda ağlı, kamalı, imanı, isməti, abrı, həyanı soruşsunlar, istəsinlər. Nənə, çox sağ ol ki, bizimlə sual-cavabda iştirak etdin. Əgər bu format xoşunuza gəlsə, nənə ilə sual-cavab rubrikasına davam edə bilərik. Çox sağ olun, nənə sizə qurban olsun. Hə, sizin suallarınız mənə çox xoş gəldi. İnşallah dalın davam eləyərik. Əgər xoşunuza gəlsə, mən nəvələrimdir, bunlar hamısı canımdır, ciyarımdır. Qurban olaram sizə.